Millət, gəlmişik 145-in son 2 çempionuna. Salam aleykum millət, necəsiz? Uluxan Qalao çempionu, son Şəmidəki son Falqa çempionu. Çempionlar, siz gedin miksərə. Greyfruit Falqa eyni həmin çempion olduğunda. Uluxan, sən də eyni ağırlıqda, eyni dadda. Mən də gələm oturum istirahət edeyim. Sən otur gözlə, gələcəyik. Çox söhbətimiz var. Şəmi meyvə satır elə bir, parıldadır. Qızıl Əhmədi görüyor. 3 greyfrutudur. Yəni, pulsuz misir, pulsuz şey, əla. Misir atmen elimi var. Taqət müəllim, ürək sözlər biz. Ürək sözlər oldu ki, Şəmini o çempionatda düzəltdiyi gəlyanına darıxın Şəmini düzəltdiyi gəlyanına. Xalq çempionumuz Taqət. Günləri udadı gözləyirəm. Bəli, bəli. Onu da paylaşdım. Sən çox qəşəngdir də. Sən çox qəşəngdir. Bilisin ki, feyqası. Sən çox. Sağ Allah necədir? İlis əla özünə. Gıcıya kolu da. Şənim müəllim, gəlyanımız neçə dəqiqəyə hazır olar? Get. Baba, kola hanı kola? Kola da, bir kola. Kola, sağa bas, sağa. Kola. Kola element. Gəlyanlar bir şey alıp gəlirlər. Kör müsün? Master bir yatın. Master işlədim, qardaş. Sol üstüne bir saniye sonra söyleyeceğim. Limon hardadır kardeş? Limon. Herkes hazır olmasın. Şəminin əl dadı başqadır. Adətən əlini yumur, ona görə. Qalın sürtür. Bəli. O tadı qalıncıdır. Bəli. Yanlış çıxartdı. Bayraklı yok mu əlimizdən? Əlimizdə kəsəblər yox. Artist deyiləm baba. Yəni açığın deyim, mən Şəmi ilə işləmişəm. Yəni 1 qram nə səliqəsi var, nə bir şeyi. Videoda belə işləməyinə baxmayın da, yəni deyim. Amma yaxşıdır ya. Adam sallahu. Səliqə görürəm. Nədir? Səliqə mənə baxıram. Hadi çəkin də bunu yaxşı. Mıy özüm çəkəcəm. Nəyi? Mıy. Mıy da. Mı. Это готово mu da? Готово mu? Moya miksi. Готово. Mama old style. Mama bu birisi də olddu da, köhnələrdən. Hələ yox da. Niyə? Kömrəsində. 4 uğulu da. Aha deyən qaçıb gün. Salam aleyküm. Ona var. Italiano da bra. Güdəstəkli. Göstəkli burada birdən ki. Ha, Zubatiska yapışdıran sən də öldün. Zubatiska yapışdıran gəlməsi oldu. Nə xahiş edirəm, çömürümüzü də... Gör nə deyir? Deyir Zubatiska ilə sıxan qaynat. Heç kim eləməyib onu. Keçmişimizi danmayın. Eləməmsən? Qardaşım, bənzəməyə başqa şeydir. Düşmən Zubatiska ilə düşmüşəm. Qardaşım, şəxsən mən o vaxt düşməmişəm. Mən ümumiyyətlə düşməmişəm. Faydalı belə düşmüşəm. O daha pis. Hər nədir, mən edirəm. Sən necə çempion olmuşsan? Mən Zubatiska ilə düşənə pis baxım. Necə? Ömür boyu pis baxım. İyi də ha. Baba, deyirlər Falqa Kalaotdan tez olur. Əksinət də. Hə? 2 dəqiqə, gəliyəm ki, 1 dəqiqə masada olmadı. Qardaşım, o gəliyəm. Mən tabak atdım. Şəmi, heç nə demirəm də, yenə üzümüzü qara elədin. Hər bir şey Mən gözləyirəm. Siz sənə inanırım Şəmi. Mən de kodlamağına bax da, qardaşım, gör hansı kodlamaq. Belə yeni olur, hə. Gör hansı tez kodlanır. Ayılsana fotoğrafı. O çəkmə də, qardaşım. Getdik. Hazırdır, başımıza. Alo. Ya, Səsimiz gəlir. yəni 3 ilə başlayıram. Bəndə təsbihim qalıb məndədir. 3 ilə başlayıram, tamam. 1, 2, Olan nə bu? Təsbih da. Minnət. Bir də salam. Çoxdandır gözlənilən 145 qəlyan sarı. Ən çox da özüm gözləyirdim. Özüm biraz fasilə verdim ki, dalbada olmasın, biraz maraqlı olsun, intizarda olsun. Maraq yaxşı şeydir. Asıl bu səni daha çox gözləyirdim Ulxan. Çünki sənin haqqında qəşəng sözlər var. Amma hər şey qoyub qırağa, başlayaq. Ulxan, başlayaq səndən. Deməli, aparat Vulxa, nə baxaq. Demək olar Bakı bazarının ən bahalı aparatlarından biri. Bəli.
Çaşka Aventador mənim ən sevdiyim çaşka. Mixi. Miximin tərkibi Misir gəlsin, bax misir gətir. Miximin tərkibi belə deyim də, kaşmir sitrus, kola, vişnə. Kaşmir sitrus, kola, vişnə. Bəli. Brendlər? Brendlər burada hamısı belə deyim də, Blackburn-un overdozu. Blackburn overdose linkası. Çox əla. Şəmi müəllim. Bir də salam. Bunu bir dənə belə zəhmət olmasa yaxın. Necə? Bu qaydan çəkməyib deyəsən, qaydana gəlib. Mən pulsuz qaydan çəkməyə gələm. Sizə nə olub? Nədə Şəmi çempion mixin? Feyxuya, limon, qarağat. Biraz möhkəm. Qardaşım, feyxuya, limon, Qarağat. qarağat. Sən niyə çəkirsən? Qardaş bir dənə də ya. O da olar. Birinci onu çək. Bəli. Millət, başlayıram. Bu dəfə biraz dəyişmişəm formatı. Əvvəl necə gəldi? Yəni bədahətən ev meyxana yerində. Gördüm eləncədə də eyni mövzu üzərində gedirəm deyə. Bütün çəkilişlərdə baxıram eyni suallar. Həm də ki, ancaq yəni o problem sənin, bu problem mənim, amma heç nə həll olunmur. Birinci, mən sizi tanıyıram. Yəni belə deyək. Mənim YouTube-da rubrikamın adı Qayyansa tanıyaqdır da. Biraz birinci sizdən başlayaq. Təqdimatdan, yəni Uluxan kimdir, Şəmil kimdir, növbə ilə bir özünüzü tanıtdırın. Deməli, Qəyyana başlamaq nə vaxt başlamısınız, necə başlamısınız və sizin ustadınız kimdir? Varsa. Kim başlayır? Mənim başlayır. Hə. Kamera orada. Vaxtını saxlayır. Adım Uluxandır. 30 yaşım var. 2009-dan bu işə başlamışam. Belə deyim, ustad deməyək, 2 dənə ustadım var. Belə deyək də, orta təhsil və ali təhsil. Elə bir sənətə gətirən adam Zaurdur. Buradan salamlayıram. Çay bağı 145-in baş qəlyançısı Zaur. Hə. Buradan salamlar Zaura. Aha. Sən salam göndərmədin ha. Nəsə prinsip var. Sənəti də belə deyim də, maarifləndirən, incəlikləri öyrənən Rəsul bəydir. Bizim bəli. Yəni demək olar ki, çox şey ondan öyrənmişəm. İllərdir onlarla işləyirəm. Onların belə deyim komandasındayım da. Əla. Şəmi. Su. Nə? Qəyyana nə vaxt başlamısan? Kim öyrədib? Yəni Yaqub öyrətmə. Evet. Yaqub olub. Yaxındır narahat olma. Yaqub. Bəli, bay Yaqub Şişə master class. Qohum. Qohum. Hə. Açıq öyrədib. Belə də yəni Uluxan bəy kimi biz də Rəsul bəyin yetişdirmələrinə gedirik. Bəs möhkəm zəhmət olmaz. Olanın budur qardaş. Yəni sən yaxın tutun. Hə, olar. Vallahi olanın budur. Hə. Rəsul bəyin yetişdirmələrinənik. Hardasa bir 12 il uca tamam olur. İşləyirik. Bir çox yerlərdə fəaliyyət göstərmişik. Bir çox insan tanıyır. 145-i sən necə tanıyırlar? Torba düşən kimi tanıyırlar mı? Vallahi torba düşən kimi dedin, vallahi bir dənə səni göndərmişəm. Mən görməmişəm. Mən bir dənə səni göndərmişəm, yəni başqa heç. Mənim torbamı Şəmil tikib. Başqa heç. Zarafat bir yana. Getdi. Özünüzü, yəni qaynar sferasında ən güclü hansı pozisiyada görürsünüz? Yəni nədə deyirsiniz ki, yəni bu miksologiya ola bilər, bu cloud ola bilər, fəlq ola bilər və yaxud da ki, nə bilim tütünü tanımadan iyini hiss eləyib düzəltməkdən. Yəni nədə güclü görürsünüz özünüzü? Var elə bir şey ki, yəni orada deyirsiniz ki, məsəl üçün mən bu şeydə özümü güclü hiss edirəm. Ola bilsin ağır qəlyan yığmaqda. Məsələn, ola bilsin müştəri ilə kontakta girməkdə. Yəni bunların hamısı birinci olaraq Falqada. Falqada çempionumuz bəli. Birinci olaraq Meydan oxuyur. Yəni belə nə istəyirsən. İkinci belə çox güclü olmasa da orta dekor, orta qəlyandır. Orta deməzdim mən. Yox, dekoru yəni qəşənglə satır. Satışımız da inşallah, bazarımız var. Var. Uluxan sən? Mən də qardaşım, mən Açığın sən deyim, Uluxan. Yəni son vaxtlarda yəni sənin adın zəif qəlyançılar arasında gedir, amma mən səni yaxından tanıyıram və mənim həqiqətən sənin qəlyanlarını bəyəndiyimi hər yerdə demişəm bunu. Yəni istər sən orada oldun, olmadın. Və ona görə deyirəm ki, sənin güclü olduğun bir tərəfini şeylə ki,
Yəni hamı görsün, yəni bilsin, eşitsin. Ona görə bu sualı qoymuşam əslində. Güclü tərəfim onu deyərdim ki, dad. Mix demək istəyirsən? Aha. Yəni dadı qonağın istədiyi dadı ona rahat ötürə bilirəm. Onu yaxın, hə. Sağ ol. Başqa da göstərdiyimiz iş, nə bilim, Disiplina. Öyle. Ha. Bence Ən vacibi olan disiplinadır elə, hə. odur. Yəni kimsə zəif görə bilər, o da tanımır deyə bəlkə də zəif görər, işimizi görməyib deyə zəif görə bilər. Yəni bugünkü gündə başımız işə o qədər qarışıq ki, onlara rast gəlmirik, elə belə deyim. Qəşəng. Və mənə görə son dövrlərin ən maraqlı suallarından biridir. Falqa yoxsa call-out? Və niyə? Falqa və call-out və niyə? Hə, hansı? Falqanın öz üstünlükləri var, call-out'un öz üstünlükləri. Bilirsiniz də. Ona görə Falqa ayrı bir xəttdir, call-out ayrı bir xəttdir. Onun öz tütünü var, öz istehsalatı var, onun da həmçinin. Məsəl üçün ona falqası mı deyim, kömürü mü deyim, qulluğu mu deyim, bunlar hamısı şərtdir. Bunda da həmçinin. Səs gedir, gəlir. Hə. Hə. Vacib, nə deyim, mən Şılangı taxmağa görə tez-tez call-out. Call-out. Səncə call-out yoxsa falqa? Dedim şılangı taxmağa görə call-out. Hər kəsin öz yeri var qaldı. Okey. Getdi. Deməli, elə bir işçi olub ki, sizinlə işləyib, hasansa. Amma yəni elə olub ki, ayrılıb və həmin işçi ilə təzədən işləmək istəmirsiniz. Və yaxud da ki, ümumiyyətlə sizinlə heç vaxt işləməyib, siz o insanın işini bələdsiniz də, yəni tanıyırsınız və həmin insanın işləmək istəyirsiniz. Var elə biri, yəni həm səndə. Var. Kimdir? Var. Adlaya bilirsən də yəqin ki. Əlbəttə, rahat. Kim? Araz. Araz. Aha. Bizim operadakı Araz. Bəli. Teatrda normal opera deyirəm. Sən də Məndə olub. kim? Bax, belə hamımız da tanıyırıq onu. Səfər olub. Çox uzun müddət mənlə işləyib. Yenə mən ondan işləmək istəyirəm. Kövrəltdin məni. Yenə də işləmək istəyirəm Səfərlə. Mən yox. Yəni təbii ki, özüm göndərmişəm. Bəli. Yaxşı. Keçək. Şeylərə görə. Bəli. Top 3 dənə tütün brendi firması və hər brenddən, yəni bəyəndiyiniz də, yəni sizin 3 dənə bəyəndiyiniz tütün brendi və hər brenddə bəyəndiyiniz 5 dənə dad. Yəni ki, çətin sual deyil də. Bu ona görə verirəm ki, yəni bizdə baxanlar o var ki, qəlyan sevirlər, amma yəni heç bir məlumatları yoxdur da. Onlar dəfələrlə mənə yığıblar ki, mağazindəyəm, misal üçün nə tütün alım. Məncə yəni ən rahat variantı beləncədir. Hər qəlyancının öz seçimlərini deyir. Səni bəyənən müştəri gedir həmin tütünü alır. Buyurun. 3 dənə deməliyəm də, hə? Hə, top 3 dənə birinci brenddən başlayırıq. Ay sağ ol. Masxev, Masxev, Blackburn. Blackburn, Blackburn'un overdozu. overdose xətti, ağır Aha. lineyka. Okay. Bir də deyərdim ki, Starline. Starline. Aha. O da yüngül dadları. Ay, sağ ol. Aha. İndi o və mənə 5 dənə dad ilə bu 3 dənə firmadan şərt deyil hamısından 5 dənə. Top 5 dənə dad ilə mənə cəmi 5 tütün olsun. Starline ilə deyərdim ki, özüm desert xoşlayan bir belgiyski vafli, yəni başladı da, yəni. Bilgiski vafli. Ay, sağ ol. Birinci yer. Bəli. Aha. Masxevdən deyərdim sənə məsəl üçün Rocketman. Rocketman. Ay sağ ol. Citrus falan. Overdozdan Kaşmir sitrus. Overdozdan Kaşmir sitrus. Çələk limanadı var, səhv eləmirəm sonra. Çələk kivi. Yo. Çələk kivi də, bir də vişnə. Çələk vişnə? Yo, çələk kivi adını. Hə, bir də Mərakeş vişnəsi var. Ay sağ ol. Bir də o. Deyərdim ki, onlar 5 dənə sən. Şəmi sən də? Məndə Masxev, Blackburn. Sonra bir də bir tabaqdan xoşum gəlir. Sarmanın moruğu var. Nə moruğu idi o? Sarma, qəşəng. Sarmanın anası da qəşəngdir bu arada. Anası da çox xoşum gəlir yəni. Sarmanın moruğu dedim. Deməli, yox, elə başlamayaq. Birinci firmalardan başlayırıq. Masxev, Blackburn, Sarma. Aha. Aha. Onda 5 dənə dad.
5 dənə dad. Moskvədən greypfrut. Yəni Moskvədən greypfrut. əvəz olunmur. Çox qəşəngdir. Heç bir firma ilə. Moskvənin Rocketmanı. Rocketman, Çox qəşəngdir. Sarmanın moruğu. sarmanın moruğu, Hə. altın salam. Blackburn-dəki Malibu'dur, Marakuyasıdır. Ha. Onlar əvəz olunmazdır. Qəşəng. Haribondur. Haribon. Onu bəli, onu çox bəyənirəm. Mixlərimiz də var. Ha, bu arada mən desert xoşlamam, amma Blackbird-ün Browns'unu ötürürəm yerdə. Ha. Deməli, Sən və oturub o öz yerində. Top 5 qəlyançı sizə görə. Amma sıralama yoxdur. Bu birinci yer, bu ikinci yer. Elə bir şey yoxdur. 5 dənə qəlyançı, amma bir şərtlə. O siyahıda Rəsul və Ruslan mənim yoxdur. Və indiki dövrə görə, yəni vaxtında güclü olublar söhbəti deyil. Hal-hazırdakı vəziyyətdə sizə görə 5 qəlyançı. Sözsüz ki, tanıdığınız, ya misal üçün mənə kəsənə suallar verirdilər. Orada mən qəlyanı çəkmədiyim qəlyançının adları var idi. Yəni mən ona qiymət verə bilmərəm. Qəlyanını bildiyiniz 5 bəyəndiyiniz qəlyançı. Deməli, hansınız başlayırsınız? Bizdən bir çay zat çıxır. Bəli, olur. Bu bizim möcüzələrdir. Bəli. Və bir dənə beləyəsən bir dənə belə. Hansınız? Mənim desin görəyək. Sən yaman Uluxanı qabağa buraxırsan, Yaxşı, mən torba tikirsən, yəni xahiş edirəm yaxın, yaxın. Yəni heç kim inciməsin, yəni qəlyanın təqdimatı Bəli. vardı. Əmoğlu səni demirəm, sən mənim ürəyimdəsən. Bir səfərdir, yəni özü. O mənə. Bir qardaşım. Amma səmimidir ya, yəni səmimidir, hə. Taqətdir. Uluxan Taqət 3 nəfər dedim. Yaqubun özüdür. Yaqub. Bəli. Rəsulsan demirik də. Demir, onlar yoxdur. Sindirəşli bir adam eləmir. Yoxsa onlar əfsanədir də qardaşım. Yəni onların mənası yoxdur. Onların heç kimə müqayisə eləməli adı yoxdur məncə. Bir də belə Gənc nəsil. Hətta yəni hal-hazırdakı vəziyyət. Yəni var onu da nəzərə al, hal-hazırdakı vəziyyət. özümü bəyənirəm desəm. Yox, olar. Olar. Özün bəyənmiş adamdır çox. Nüsrət, bir də Nüsrət. Nüsrət. Sağ olsun, yəni o. Zeydə gələnlər düzəlir ki, biz onu çəkə bilirik. Çox çəkirik. Hətta elə olur ki, başımızda partlamasa da Hiss edir ki, başımız var. başımız var, onu bilirik. Xatırladır bizə. hə. Sağ olsun. Sağ olsun. Uluxan sən Müəllim sıxılırsan, nə belə? Sadəcə olaraq hərə öz işini görürdü onsuz da. Hərə Öz yerində. Amma yəni onun qəlyanını çəkəndə sən ləzzət alırsan, ha, başa düşdün. Yəni həvəslə çəkmək istəyirsən ki, Allah, o düzəltsəydi mən çəkərdim bax. Onu mən öz çəkdiyim adamların qəlyanını deyim də. Deyərdim Kənan, Kənan. Hansı Kənan? Arazın yanındakı Teatr Kənan. Kənan. Kənana salam. Ay sağ ol. Zaur. Zaur düzdür, biraz uzaqdır qəlyandan. Yəni bir şey kimi baxır da. Amma gözəl el işi var. Nə əl dadı var deyir. Var, bəli. Çəkməmişəm, maraqlı gəldi. Çəkər. Gedim onda da pulsuz çəkim, hə. Cavidan. Cavidan. Aha. Hansıdır o? Teras 145. Deyəsən çəkmişəm. Deyəsən, hə? Hə. mən heç çəkməmişəm. Hə. İşinə bələd deyirsən deyəsən. Belə. Başqa şeylərinə bələdəm, amma işinə yox. Hə, qalan hər şey düzdür o. Hər şeyinə bələdəm. Bir də deyərim Adamı yolda qoymağı. Taqət. Nə bax. Adamı yolda qoymağı var yaxşı. Sən Cavidandan çıxa bilmirsən. Taqət. Hə. Oldu deməli Kənan, Zaur, Taqət, Cavidan. Taqət. 4 oldu da. Cavidan, Taqət, Kənan, Zaur. Zaur, hə. Ona dəxli var. Sayılmır. Hə. Sayılmır. Getdik. Ağır qəlyanlara münasibətiniz. Nə fikirləşirsiniz ağır qəlyanlara? Düzdür yoxsa yox? Yəni düzdür yoxsa yox da düzgün sual deyil. No, yəni dəfələrlə mən eşitmişəm ki, deyirlər ki, məsələn, bu nədir? Belə qəlyan olar. Qəlyan ağır olmaz. Qəlyanda ancaq daddır. Yəni buna fikriniz. Belə deyim də, ağır qəlyana fikrim çəkən adam üçün yaxşı. Adam var, ağır çəkə bilmir, amma gəlir ağır sifariş verir. Deyim, mən çəkmişəm. Verirsən 15 dəqiqə qayda qəlyan. Deyir, çəkənmirəm. Adı da olur ki, biz düzəldəmirik. Amma halbuki o ağırın nə olduğunu bilmir. Mən deyərdim ki, o həmin o bilməyənlər qalıb Misirdə. Misirin ağırında. Hə, yəni dad üzümdə, qarpızda. Arom ağırlığı da belə Hə. deyək.
Okey. Müəllim. Valla mənə görə 7-yə qədər bəsdir. 7-dən mən lazım deyil. Dadına görə bəsdir. Adam var 10'luq deyir. Aha. Amma çəkir. Misal üçün adam var 10'luq zakaz edir, oturub çəkir. Çəkən adamın belə deyim də, mən qəlyançı olaraq mənim də xoşuma gəlir. Mən şəxsən özüm ona qulluq edirəm ki, bu maraqlı gəlir özümə. Bunun axırı hara gedir? Hara gedir bu? Bu haçan öləcək zət. Haçan ürəyi deyib su istəyəcək. Adam olub ki, məsələsi deyib mən hər yerdə çəkmişəm, 10'luq düzəlt, 10'luq düzəltmişəm. Yəni yanındakı dostu onu çölə çıxardıb, üzünə suzad vurub ayıldıb yəni. Elə şeylər var. Belə deyim də, birinci dəfə mən ağrı çəkəndə bizə ağrı belə deyimlə deyim də, Kazanski bomba düzəltmişlər. Mən oradan aldığım ilk 3 üstüdən başqa indiyə qədər nə qədər ağrı çəkmişəm, heç birinin onun verdiyini alamıram. Ceyhun Cəldən. Bəli. Yadımdadır. Mən olmamışam orada, o hamı deyir onu. Mən deyəndə ki, qardaş, Ceyhun bomba ağır qəlyan yığır, mənə inanmırlar. Onun verdiyini mən hələ də axtarım tapamıram. Onun verdiyi ləzzət mi deyim, kef mi deyim, tamam. Deyir o igidi öldür haqqını yemə. Bu igid Ceyhundur. Belə deyim də, onda həm təzə idi. Yəni Bədən nikasını öyrəşməmişdi. bədən öyrəşməmişdi. Birinci dəfə idi biz elə ağır şeylər görürdük. Yəni bizim ilkimiz idi o. Ona görə Çox ləzzətli. Ceyhun sən bunların ilki olmusan ha, yəni deyim biləsən. Mən demirəm şəmi deyil. Mən demirəm şəmi deyil. Deməli, ağırlıqdan danışanda deməli ən sevdiyiniz ağırlıq. Yəni sizə görə 10'luq götürək də, 10'luq üzərindən. Əslində bu biraz spor söhbətdir. Çünki hər adamın öz lineykası var deyirəm mən. Sənin misal üçün 6'lığın mənim 6'lığımla üstə gəlməyə bilər. Bu normaldır. Və sənin özünə görə, sənin komfortlu çəkdiyin, yəni nə aşağı, nə yuxarı, konkret olaraq bir rəqəm. 6. 6. Səndə? 5. 5. Okey. Yəni mən deyirəm də, yəni kim hansı ağırlıqda ləzzət alırsa, ondan yuxarıda qalxmasın. Elə ən yaxşısı odur. Yetisə qalxmasın. Hə. Üzüm nanə. Bir dənə belə maraqlı bir sual. Bax bu qəlyan industriyasıdır da. Aha. Hal-hazırdakı vəziyyətindən razısınız? Yox. Və yox, tələsmə. Yox, Tələsmə. Araq çıxdı. Heç hara tələsmə, buradayıq. Narazı olduğunuz məqamlar. Bax bunu mən açıq, yəni şey eləmək istəyirəm ki, nədən narazısınız? Bu necə düzəltmək olar? Yox, düzəltmək olar, qayıtmayaq. Sadəcə fikrinizi deyin ki, nədən narazısınız hal-hazırdakı bu qəlyançılardan, qəlyan sferasından, müştəridən danışmıram ha. Müştəriləri qoyuruq qırağa. Çünki müştəri bu şeylərə adəti yoxdur. İndustriyadan mən danışıram. Bir dəqiqə, sükut. Aha, deyirsən o ağırdır. Yox, belə çox şey var, hər şey demək olmur. Narahatçılıqlar var. Var əslində. Amma oğlu sən bilirsən. Amma Bir də iki də üçdür. Cavidandır yəni, o Cavidan. necə narahatçılıqlar deyim, onu bilmirəm. Məsəl üçün də sən bir məsəl gətir, dalın mən gətirim. Qardaş, yəni bax, qəlyan sferasındasan. Sən verdiyin suala düzgün Hə. elə bizə. Bax, industriyada yəni qəlyan və qəlyançılar. Başa düşdün? Qəlyançıların özünü aparmağı mı deyim? Nə videolar çıxır qabağına, məsəl üçün videolarda danışığından mı deyim sənə, müştərilərlə ünsiyyətindən deyim. Nə bilim, bir qəlyançı olur ki, burada bunun üzünə güdür gedir, o yanda başqa şey eləyir. Bax, O sonra, var məsəl üçün. bax, sonra misal üçün var ki, O ən çox qəlyançılarda hə. deyil. mehribançılıq üçün çalışanlar var. Misal üçün bu yaxınlarda sənin özündən tanış elədim, yaxınlıq aranızdakı problemi həll elədiniz. Yəni bu problemi daha da qabartmağa çalışanlar var, amma bu problemi yüngülləşdirməyə çalışanlar da var. Yəni bundan. Yəni narazılıq oldu. Mən əslində hamısını dedim hə, məncə. Bəsdir. Var yəni zarafatsız yəni. Vallahi mən Sən o qədər də bu günə qədər sakit gəlmişəm. Bu günə belə də sakit gedirəm. Mənim heç kimlə işim yoxdur. Bilirəm ki, heç kim də mənimlə dalımca danışmır. Danışan da sağ olsun. Bu neçə almısan qaqa? Şəmi öz aləmində. Şəmi kabinetdədir. Hə, Şəmi yox. Gələcəm. Əmoğluya salam. Cavidana salam. Ürəyimsən. Yoxdur da belə deyim, hərə çəkilib öz qırağında öz işini görür. Amma birlik yaratmaq lazımdır. Nə ver? Hamımız yəni 10 ildən çoxdur da. Hə. Yəni o vaxtki dövrdəki o şirinlik, mehribançılıq Yox. var idi. Konkret yoxdur da. Çünki Səbəb. çəkilib hamı qırağa. Məncə köhnələr çəkilib qırağa. Və sonradan gələnlər də köhnələri bəyənməməyə başlayıb. Ümumiyyətcə sonradan gələnlər deyək də 4-5 ili.
iş göstərmək istəmir, işləmək istəmir. 5 dənə şey bilir, elə bil ki, bu hamını hər şey bilir də, yəni. Bu bilmək demək deyil. Deməli, Şəmi deyir ki, onsuz da mənim heç kimlə işim yoxdur və heç kim mənimlə işi yoxdur. Uluxan da deyir ki, mehribançılıq yoxdur. Birləşib mehribançılıq yaratmaq lazımdır. Bəli, bəli. Açığın sənə deyim, bu hal-hazırda demək olar mümkünsüzdür. Çünki aylardır üstündə, yəni bunu işləyirəmmi deyim, nə bilim, çalışırammı deyim, alınmır, brat. Alınması deyil də. Çünki belə deyim də, hərə öz qıraqda qruplaşma yaradır. Bəli, bəli. Deməli, bu dəqiqə, yəni industriyada dəhşət qalmaqallar var. Gör müəllim nə düzəldir. Çox böyük qalmaqallar var. Aha. Yəni səbəbi nədir? Yəni niyə bu qalmaqal var? Yəni niyə sözümə görə də üzr istəyirəm, itpişik kimi niyə didirik bir-birimizi? Niyə didək də? Yəni bax balaca bir sferadır. Niyə bir-birimizi didək? Niyə bir-birimizin torbasını tikək, belə deyim? Yəni şəhərdə torba tikmək kalan çoxalıb. Yəni əvvəl belədir ki, kimsə hansısa obyektdə outsource kimi işləyirdisə, yəni o adam gedib ondan havallıq almadan girmirdi. Amma indi bilir ki, orada adam var, pul təklif eləyir və yaxud da ki, depozit qoyub girir. Amma halbuki tanıyır, o adamdan səhərsi gün üz-üzə gəlib öpüşüb görüşür. Və bunun adını da qoyurlar biznes. Bunun bir adı var. Var, amma Düt qoyanlar sonra. böyük düt ya, balaca düt. Bu ilə gəlir. Məsələn. Hə. O şey, ərəb var, eləyir, hamal istəyir. Əslində elə bir şey gözlədim. Sağ ol, sağ ol. Nə deyim valla. Qardaş, yaxşı olacaq. Mənim elə bir sözüm yoxdur. Yenə də vaxtımı saxlayıram. Vaxtını doldurur. Uluxana verirəm vaxtı. Nə deyim? Sonra deyirlər ki, qardaş, bu Uluxan elə, Uluxan belə, qardaş, səni top altına qoyurlar. Sən də bu açıq sözlüyünə görə də, yəni Uluxan deyirlər, qısaca sənin adın egoist kimi gedir, egosu yüksək gedir. Bax, birbaşa özvə deyirəm. Çünki mən sənə işləmişəm, səndə ego var, o öz yerində. Olmalıdır. Ego hamıda olmalı. Olmalıdır. Amma yəni, misal tanıdıqca... Yaxşı yerə yönləndirlər mən səndə o egonu. Hə. Mən gedim egondan kiminsə belə deyim də, qapısının bazasını dağıdım tüm. Yox, işimə görə egoluyam, bəli. Mən tələbkar. Əgər mən işləyirəmsə, bu işi bilirəmsə, müəyyən bir illər bu işə sərf eləmirəmsə, mən bu işdən nəticə göstərməliyəm. Razıyam. Ego məncə hər insanda var və lazım məqamda göstərmək lazımdır. Göstərməyən də insanı zəif bilirlər və əzməyə çalışırlar. Bu barədə yəni mənim fikrim odur. Egonda düzgün istifadə edəndə qarşıdakı da elə bilir ki, bu nəyisə pisləyir. Pissə pislik, yaxşısa yaxşı. Okey, keçək özümə aid suallara. Aha. Deməli, iki bizəndə işləmişəm. Hər iki bizəndə işləmişəm. Amma tam səmimi, yəni bilirsiniz ki, dostluq mənim üçün dostluqdur, iş işdir. Yəni bunu qatmamışam. Sən özün onu çox yaxşı bilirsən ki, qardaşım səninlə işləyir və heç vaxt qarışmamışam. Hər iki bizdən işləmişəm. Bəyəndiyiniz və bəyənmədiyiniz tərəflərim. Bu mənə çox maraqlıdır. Ən çox da bəyənmədim. Yəni bacardığınız qədər tənqid eləyin də. Vallahi mən tənqid açıq adamam. Nə deyə bilərəm? Ən çox da səninlə işləmişəm. Buyurun. Dirəşməyim var bir dənə sənin. Qalan hər şey qaydasındadır. Haqlı yoxsa haqsız? Bəzən haqsız olduğum vaxtda da yəni dirəşirsən. Axıra qədər getmək istəyirsən, düzdür, məndən alınmayıb. Mən özüm də dirəşirəm. Amma Cavidan da şahid olub. Yadıma gəlir də sənin. Mən Cavidan tanımıram sözünüzü. Fısıltı teması yadıma gəlir. Danışır. Bəli, olur. Olur, yəni elə şeylər olur. Mən səhvsiz insan deyirəm ki. Mən girəndə tənqid edirəm, açıram. Var, qardaş. Sənlə, yəni mən ən böyük qalmaqallarım səninlə olub. Böyük qırğınlarımız olub. Yəni Uluxanla bizim, yəni qırğınlarımız olub sadəcə. Bizim bir dənə qırğınımız olub. Səfər gəldi 2-3 gün idi. Amma onda mən haqlıydım. Mən yox idim. Mən başqa bir yerdəydim. Onda biraz qırğın olub telefonda bizim. Düzəlib sonra. Başqa bir yerdə qırğınımız olmayıb. Yox, Uluxanla olub. Uluxanla özünüz bilərsiniz. Mənə dəxli var. Nə deyim? Vallahi mənə maraqlıdır həqiqətən. Maraqlıdır deyəndə suallara əvvəlcədən özüm vermədim ki, birbaşa yəni o mimikalar deyim, o fikir deyim, yəni yerində əvvəlcədən hazırlaşmış bir sual olmasın. Şəmi dediyi kimi dirənməyim var, amma yenə də haqlı tərəfində olub, haqsız tərəfində olub. Yəni
Amma bir şeyi bəyənirəm ki, məsəl üçün qonaqdan götürürəm də. Qonaq məsəl üçün qonaq bilmir, səhv danışırsa ona düzü öyrətmək, düzü deyirsən də, başa düşdün? Sonra ona başa salmaq istəyirsən. Belə deyil, belə deyil. Təkliflərim var. Nə bilim, Yadında Greyfurt söhbəti, Greyfurt 50 manat söhbəti. çay boy dalınca hər gün gəlib çay boy vermək. Okey, yaxşı. Bax, təzə bir sferaya başlamışam da. İmtahan söhbəti yadımdadır. Haqlıydım, haksızıydım. Haqlıydın təbii ki. Haqlıydım. Bəli. Nəsə. Şahid idin. Bəli. Ən yəni böyük şahidim yanında Şəmi idi. Nəysə. dünya Keçdi. imtahanda qəşəng suallar var idi. Hə. Blogerliyə başlamışam, yəni çalışıram, belə deyim. Allah xeyir versin. Fikrimiz, yəni düz eləyirəm, səhv eləyirəm, lazımdır, lazım deyil. Lazımdır məncə. Səbəb Səbəb ən azından belə deyim də 10 nəfər, 20 nəfər, 100 nəfər fərq yoxdur. Hamı ilə danışarsan, hamının fikirləri biləcək də, yəni belə deyim, hamının fikirlərini biləcək ən azından. Kimin beynində nə var, kimin nə sözləri var. Yəni yəqin ki, bunlar hamısı vaxtla çıxacaq. Əlim sən? Məncə də lazımdır. Yəni nə deyim vallah. Yaxşıdır. Yəni nəyə görə xoşuma lazımdır? gəlirsən. Nəyə görə lazımdır? Bəziləri var ki, məsəl üçün tanınmalıdır, tanınmır. İndi inşallah Ən birinci tanınacaq. məqsədlərindən biri odur. Yəni fakt bilirsən ki, biz də bilirik ki, çox ideal işləyir, çox ideal miksər yığır. Amma belə Sadəcə işindədir, reklamla arası yoxdur. Sadəcə işindədir, reklamla baxış arası yoxdur. Ona görə Misal üçün elə gələnsə var ki, heç onu da mən də tanımıram. Mən hal-hazırda olaraq da aram ki, yəni kimsə göndərə ki, falan obyektdə falan qəlyançı var. Get otur onun qəlyanını çək, sonra onunla söhbət elə. Bunu istəyirəm. O birisi bir sual, nə tip çəkilişlər edeyim? Məsləhətləriniz, yəni ki, yol göstərmək deyə də bilirsiniz ki, mən həmişə bunu açıram. Məsləhəti açıram. Yəni çəkilişlər, qəlyançılarla çəkilişlər bunu eləyirəm. Başqa nə ideyalarınız var? Yəni məncə hansısa qəlyançını belə deyim də, gedirsən çəkməyə. Onun bəzi bir qonaqlarından da tezim onun qəlyanı haqqında məlumat ala bilərsən. Özü haqqında məsəl üçün, yəni necə biridir, qəlyanı necə verir, qulluğu necədir, belə deyim. Onun olduğu obyekt rahatçılığın necədir. Belə şeylər var. səncə Mən sənə təklif eləmişdim dəfə, bu siz razı olmadınız. Amma deyəsən o proyektin üstündə işləyirsiniz. bəli, Məncə ən bomba proyekt olar. tezliklə. Amma demə, onu demə. O əla olar da. Posta- Yox, imin o bilir axı mən nədən gedir söhbət. O açılsa, yəni tezdir. Belə deyim Olmayacaq. də, Oy, elə. onda nəyin nə olduğu Yaxşı. bilinəcək. Hə, millət, deməli, axırıncı sual, bu ilə də yekunlaşdıraq. Çox sağ olun, gəldiniz. Və mənim yaralı yerim deyim. Bu mehribançılıq istəyən biri olaraq industriyanın inkişafını istəyirəm. Çünki lazımdır, hamımız buradan çörək qazanırıq. Yəni inkişaf lazımdır. İndustriyada olan əməkdaşlar, söhbət qəlyançılardan, söhbət gedir kömürçülərdən, söhbət gedir mağazinlərdən, söhbət gedir ölkə sütun gətirən firmalardan, söhbət gedir o tütünləri təqdim edən ambasadorlardan. Yəni onlara məsləhətiniz, təklifiniz, yəni onlardan gözləntiniz nədir? Başa düşdün? Yəni bu haqqda bir dənə ətraflı danışaq, yəni və yekunlaşaq oynanda. Başlayaq qəlyançılarla. Qəlyançılar var, məsəl üçün təqdimatlar olur. Bilir ki, təqdimatdır, məsəl üçün hansısa firmanın 5 yeni dadı gəlir. Qəlyançılar var, bilir və gəlmir. Deyir, mən nəyə gedirəm? Hə, mən nəyə gedirəm ora? Tanımadan istəyir. Bəli, tanımadan pisləyir. Bu yanlışdır məncə. Ola bilər, sən bilə bilərsən. Gəl yenə yoxla da. Yəni səndən nə gedir? Sonra keçək firmalara. Firmalar tütünlər gətirir ölkəyə və onu birbaşa satışa çıxarır da, belə deyim. Məncə satışa çıxmamışdan qabaq pay verməlidirmi deyim. Yoxlamaq üçün Hamını bir yerə yığıb yoxlamalı. Bəli, yoxlamalıdır. Məsəl üçün atıram da, məsəl üçün hansısa bir firmada təzə bir brend buraxıb promo gəlir bizim ölkədə satışa. Niyə də? Yəni firma gəl
Əla, yaxşı ola bilər. Bəyəndir, cəmaət alsın. Ölkədə onsuz da ən qədər tütün firmaları var. Hamısı da işləmir. Belə deyim də, bildiyimiz firmalar işləyir. O bildiyimizdə bizim bildiyimiz deyil. Görüb, eşidib bildiyimizlər. Məsəl üçün, Moskva olsun, Darkside olsun, hamı onun adını eşidib. Bunu bilmir. Gələr, Darkside'ın falan şeyi var, məsəl üçün. Bilmir, amma Darkside nədir, necə olmalıdır. Belə. Hamısının haqqında da yazılır. Yəni, oxumaq lazımdır, maraqlanmaq lazımdır. Yəni, belə deyim də, məsəl üçün, Darkside, Moskva, Blackburn. Brend firmalardır, brend tütünlərdir, başa düşdün. Amma bunu onlar özləri üçün yaradıb, özləri üçün təqdim eləyib və sevdirib cəmaatına. Biz də onlardan görüb gətirmişik. Bizdə o yoxdur da, biz niyə oradan görüb gətirib burada onu sevdirək? Biz özümüzdən sevdirək də. Bunu tam başa düşəmədim əslində. Belə deyim də, onların brendidir də, Hə. bizim də brendimiz olmalıdır. Hə, sən deyirsən ki, bizdə brend üzə çıxmalıdır. Yaxşı. Qəşəng onda bir dənə də baş əlavə bir sual var məndə. Yerli brenddən bəyəndiyiniz var? Mənim var. Bir dəqiqə də, indi Virginia Burley. Burley yoxdur bizdə, yəni Burley Ola da bilməz. yoxdur. Ola bilər inşallah ki, olar. Üzərində işləyərlər. İşləyirlər, orada səhvlik olur nəsə. Hə. Həmişə nəsə səhvlik olur. Ya əlavə Professional nikotin yanaşma. qatırlar ora, nə bilim, bütün bizlər gəlir. Yəni yaxşı, söhbət Virginiyadan gedir. Aha. Virginiyadan bəyəndiyiniz firma. Bliss. Üçümüzün də fikri eynidir. Bunu Bliss bəyəndim. bir balaca üstündə işləsə, ölkədəki bütün Virginiyaları vuracaq. Mən sənə deyirəm ki, inan mənə, bəzi biz premium adını çəkdiyimizlərdən də yaxşılar dadları var. Həqiqətən var. Amma ki, hamıya sevdirmək də olmur da. Biri istəyib sevdirmək olmur. Bir dənə prosta Yəni, biz onu bilirik. Sevmək üçün yoxlamaq lazımdır. Biz onu bilirik. Biz belə deyim, işlədirik də. Mən şəxsən özüm işlədirəm. Yəni, qardaşım, heç birindən də narazılığım yoxdur. Yəni, bilsin, çox ideal dadları var ki, belə deyim. ananası başı superdir də. Bir çox Onda firma əlavə sual. 5 dənə dad deyim mənə bilirsən. gəl, mən Beş deyim, dənə dad. mən deyim. Bilirsən feyxua, Feyxə, bəyənirəm. ananas, Ananas bəyənirəm. apelsin, Aha. buz, yəni heç bir buz onu tatmır. Bu dəqiqə bilirsən. Üşüdür ya adamı. Bəli. Adamı dondurur. Sonra neçə oldu? 4. 4 oldu. Limonun üstündə işləməlidirlər məncə. Dəyişiləcək. İnşallah dəyişsin. Əvvəl yaxşı gəlirdi, çox bəyənirdim mən. İndi nanəsi qəşəngdir. 6. 6. Çox dadları. Yəni 5 dedin, hələ 6-sını Hə. saydın. Uxan sən. Əlavə eləyərəm ora mango tango. Bəli, Çox, bax, bunu bəyəndim. ideal. Buzlu mandarini əlavə eləmək olar, çünki bazarda bu dəqiqə yaxşı buzlu mandarin yoxdur. Bizim ölkədə məsəl üçün buzlu mandarini çəkən çox adam var. Sadəcə olaraq buzlu mandarin buzu çıxartmalıdır oradan, azaltmalıdır buzu. Çəkirsən, plet zad istəyir ona ki, üşüyürəm. Başqa. Moruğu var məsəl üçün eşitdiyimə görə Moruğu. alfa kir moruğuna oxşuyur. O gələcəklə gəlmir. Hə, gəlməlidir inşallah ki, ona da baxarıq. Saydı da üzümü deməzdim, amma Mən yaxşı üzümdür. Bazarda olan bir dəqiqə məsələn Virginiyalardan üzümü yaxşıdır. Yəni belə deyim də, yəni burada elə adam başa düşə bilər ki, yəni biz tərəf saxlayırıq nəsə görə. Yəni mən tohumun şey deyil. cini Olanı gətirəndə yəni deyil. belə ünsiyyətim yoxdur. Yəni Sənin kapi mixin. mənim Sırf cin üzərində idi. Bəli, sırf cin üzərində idi. Köhnəcində. Bəli. O da çox yerdə, yəni çox obyekt adına çıxılıb, belə deyim, çox qəlyançı adına çıxılıb. O şəmin idi. O kapi mixi belə deyim, hamı bilir də, sən özün də bilirsən, Volkan da bilir. Deyirəm onun üçün. Qoy çəksinlər. Bəziləri var ki, deyir pişmiş şaftalı var içində, olmuyor. Demə də buradan səsdən onun ara bir mixini. Yox, mən onu deməlim axı içində apelsin, limon, ananas, buz var. Elə şeylər yəni. Yox. Faizlərini də deməzsən mən bilən lazım deyil. Yox, apelsin, limon, yəni ananas, buzu mən yediyim ki. Hədə yəni demə elə şeyləri, yəni adam var elə bilir pişmiş şaftalı var içində, qoy hələ Yoxdur, apelsin, limon, ananas, buz. Qoy hələ də elə bilsin. Yəni mən belə bəzi hallarda yəni oldu ki, işimə getdi. Yəni mənim miksimlə işləyirsən, amma başqa cür təqdim edirsən. Amma bəzi hallarda oldu ki, yəni özümün də xoşuma gəldi ki, yəni belə deyim də, obyekt olub ki, qəlyançı olub ki, özü bəyənib, özü sırf
mənim adımı deyib onu düzəldib klientə ki, falan 22-sidir, falan abi. Heç kimin haqqına girmək olmaz. Əlbəttə ki, o gec-tez. Ömrü 40 gündür. Misal üçün Glambit var, mən bilirəm. Bəli, bəli. Onu da yəni Haqqa girənlər var. bəli. Mənim yuxu miksim var. Mənim da yuxu miksi var. Faizləri tuzduranmır düzə hələ də, amma Yox, tuzurmuşdum. Elə birincidən tuzurmuşdum. qəşəngdir pistol. Yəni gedər. Heç nə millət, çox sağ olun. Həqiqətən çox xoş idi. Biz olsa işdən əlavə dostluğumuz var, amma bu çəkiliş özüm bəz gecikdirdim ki, deməsinlər ki, birbaşa öz dostları ilə başlayır. Belə Ona görə obyektləri gəzdim. çox üzr istəyirəm. Gec də öldürəndə damını oynamağa vaxtımız var. Olar. Bu arada millət, yəni gezdim işin saat 4-də işləyir, gecədir. İşdən çıxmışıq. Əziyyətə hörmət lazımdır. Mənə də bu dəstəkdir, izləməkdir, paylaşmaqdır. O bəlkə dediyimiz mehribançılıq var ha. Yəni mən bilirəm bu videonu 2-3 səfər paylaşacaq. Eyb yox, onların alacağını sağ eləsin, paylaşmayanların da. Görüşərik. Səfərdə tanıyan tanıyır, bilən bilir. Bəli.